Ha burada kadınlarımızın da günahı var. Amerika'da siz bir dənə bəzənmiş qadın görməzsiniz. Qadınların paltarına baxsam elə bir dəmir ölçüsüdür. Kişi paltarı geyirlər belə. Gözəl də qadındır, amma paltarına baxsa şalva geyib, gen şalva, qara belə elə bilsən ki bu qaroltudur. Azərbaycanda qadın evdən çıxanda elə bir ki bu bara gedir və ya da restorana gedir. Nəinki evdən çıxarmaları, son zamanlar elə bu suala yeri gəlmişkən sizə bu sözləri deyim, yadınızda. Qurada bilirsiniz nə deyir? Evdə əriniz üçün maksimum bəzənin. Amma çölə çıxanda yox. Bizdə bəzən olur, Bizdə tərsinədir. Evdə kişi baxı iylənir, iyi verir arvad. Eşiyə çıxanda ətirlənir, boyanır, gözəl. Onda sual olur. Sən kim üçün bunu edirsən? Ərin üçün edirsən, evdə eləməlisən. Hə, sən küçəyə çıxanda bunu edirsən, demə başqaları üçün, başqalarını cəlb eləyəsən. Deməli, burada qadınların da günahı var. Qadınların cəmiyyət həyatda kişilərin cəmiyyətlə buraxmamasında bir günah qadınlar. Çünki niyə? Deyil, o nə bilim, körünün nəmlədən qorxan, hamı baxır görür ki, cəmiyyətə çıxan qadınların axıra gitti, çıxdı. Sərdar müəllim, cərrahi müdaxilələr bugün günümüzdə bu ən böyük İslama görə günahlardan biridir. Bizim orqanizmimizin ayrı-ayrı ölçüləri ümumi orqanizmin quruluşu ilə bağlı. Burnun böyütü, dodağın balacadır, gözün belə. Bu orqanizmin ümumi əmələ gəlmə məntiqi ilə bağlıdır. Bunu sən sonradan tutaq ki, manipulyasiya eləməklə hansı? Əvvəla birincisi gözəllik, mənəvi gözəllik olmalı. Bizdə hər şey fiziki, göz gözəlliyinə. Bizim heyvanlar aləmində niyə gözəllik hissi yoxdur? Heyvanlar seçirlər, yaxşı bala verə biləcək, sağlam biləcək, bir dişini axtarırlar. Onun gözəlliyi onu maraqlandırmır ki, sən qadınlıq funksiyalarına görə yanaşmadığına görə, ancaq onu bir seksual obyekt kimi yanaşırsan. Ona görə də qadın da özünü seksual obyekt kimi təqdim eləməz deyil ki, də ona o cür yanaşır. Bizim cəmiyyətimizdə həm qadınların cəmiyyətdə davranışı düz deyil, həm də kişilərin davranışı düz deyil. Vəssalam.